Rəhimova Adıgün. Bura vətəndaş sakiniyəm. İndi bax buradan bu vəziyyətdə indi çıxartdılar fövqəladə məni. Gedəcək yerim yoxdur. Mən 8 gündür qonşulardayam. Balacam qızdırmanın içində yanır. Özüm bu saat hal-hazırda baxın yoxlayın qızdırmanın içində yanıram. Ya biz xahiş edirik bizə köməklik olunsun. Bir dənə orada motor idi, onu da söndürdülər. Aeroport icazə vermir suyun ora çəkilməyinə. Bizə kimsə kömək eləməlidir ya yox. Biz Azərbaycan vətəndaşıyıq. Hara gedək, kimə müraciət edək? Bir kimsə desin görək kimə gedək köməklik istəyək. Bəs siz müraciət edəndə müraciət əsasında sizə nə deyirlər cavab olaraq? Vermirlərdən köməklik eləmir. Gəlirlər bir dənə nəsə motor qoyurlar balaca. Bir gündən sonra 1-5 saatdan sonra onu da söndürürlər. Düşünürsən ki, sizi aldadılar, görüntü xatirinə eləyirlər. Bəli, fakt budur da, fakt budur. Görüntü dağında biraz çəkildi, sevindik ki, su çəkilir. Amma fakt bu saat su gəlir. Gedim mənim buracan sudur. Mənim evim buracan suduyam. Getdim, girdim içəriyə. Ev hamısı köçürdü, yaman günlü idi. Ya mənim ondan başqa yerim yoxdur. Mənim gedəcək 8 gündür qonşudayam. Neçə gün qalmalıyam qonşuda? Adam xəciyyət çəkir. Eviniz suyun içindədir tamamilə. Evimə çıxıb, o laf yuxarı qalxanda indi düşüb. Yaşanılacaq vəziyyətdə deyil hal-hazırda. Fövqəladə Hallar Nazirliyi sizə köməklik göstərir bu məsələ ilə bağlı? Fövqəladə Hallar Nazirliyinin ağası bax neçə gündür Yəni burdadır. köməklik edir, ancaq suyu ondan başqa verirdilər. Aeroport tərəfə verirdilər. Yalnız Fövqəladə Hallar Nazirliyi Eləyiblər, onlar eləyiblər. Bəli, sağ olsunlar. Nə eləyiblər, onlar eləyiblər. Ümumiyyətlə Azərsun əməkdaşları gəlib nə edirlər burada? Vallahi Azərsun Xidmət edirlər. əməkdaşları mən görməmişəm. Mən şəxsən görməmişəm Azərsun əməkdaşları. Mən fövqəladəni görmüşəm. Görüblərsə deyirlər gəlinib, danışılır bu saat, söhbət gedir, amma heç nə yoxdur Bəs ortalıqda. kimə müraciət edirsiniz? Biz özümüz şəxsən yığışıb getmişdik Azərsun idarəsinə. Aha. Orada sözümüzdə dedik, amma gəlib bizə köməklik olunmadı. Heç yerdən bizə köməklik olunmur. Azərsu buna Neçə məşğul gündür bu olmalıdır da. vəziyyətdəsiz? 8 gündür bu vəziyyətdəyik. İlk mənim evim batıb orada suyun altında. İlk mən evdən oradan çıxmışam. Ən pis vəziyyətdə bizdə olan mənəm, orada bir nəslə qonşularımızdır. Köməklik olunmur amma. Mən Azərbaycan vətəndaşıyam, 2 dənə uşaq anasıyam. Yetim uşaq saxlayıram. Mənim heç yerdən köməyim yoxdur. Sizdə də bax beləsinə gedirik. Qonşuya gedirəm. Burada sudur. Bax beləsinə. Bax bu txar.